Sonra ikinci bölümə ilə davam edirik. Kvadrat köklərin ikinci bölməsini davam edirik. Bizə deyir ki, ən böyük hansıdır? Əgər ədədimiz, əsasımız birdən böyükdürsə, düz mühasib ki, böyük olan böyük olur, kiçik olan kiçik olur. Yəni ən böyük cavab C variantıdır. 5-ci dərəcədən 9 deməkdir. Bu 9 5-də 1, 5-ci dərəcədən 9 deməkdir. Əlbəttə ki, ədəd nə qədər böyük olsa, taxt dərəcələri bərabərdir, hamısında 5-dir. Ədəd nə qədər böyük olsa, o qədər böyük olacaq. Üçüncü sualda. Şöyle kuba yüksəldəndə 9 köşkdə 3 olmayacaq mı sürət? Məxrəc də olacaq, ya da belə eləyir. Niyə onu eləyir ki? Əvvəl dərəcələri bərabərləşdirək. Mənə gəlir ki, dərəcələri bərabərləşdirmək yaxşı şey. Deməli, bunu yazırıq 6-cı dərəcədən 9 köşkdə 3-ün kvadratı. Aşağını da yazırıq 6-cı dərəcədən 3-cü dərəcədən 3'ün nəyi? Kubu. Düzdür. En köşünün altına salsaq. Bu verir 81 vur 3. Bu verir 27 vur 3. Məncə bunu hamı başa düşdüyünə yazdıq mı? Hamısının da qüvvətində 3. Mötərizənin üstündə 3 vardı axı. Yazdıq o 3'ü də. Deməli 81 vur 3, 27. Bu 3'lər getdilər. Getdilər. 81 də 27'yə böləndə 3 dəfə düşür. Yüzdə aldıq belə də 6-cı dərəcədən 3'ün kubu. Bu da verəcək 3'dən də 6 gedir, qalır kökdə 3. D variantı. Əsas A şəklini göstərdik. Mən bunu necə edirəm? Uşaq bilirsiniz. Əvvəlcə yazım bir misalı. A, 4-cü dərəcədən A, vur 8-ci dərəcədən A-ya. Mən belə yazıram. Bunu salıram bunun içine. A üstü 4 kimi girir, vurursun A'ya. Bax, çöldəki A üstü 4 kimi girir. 8-ci dərəcədən A'ya. Bax. Bu dərəcə 2 deyil. Dərəcələr bir-birinə vuranda 8 eləyir, eləmir. Bilir də. A üstü bu neçə eləyir? A üstü 5 eləyirmi? Eləyir A üstü 5. Vurursun 8-ci dərəcədən A'ya. Bu da eləyir 8-ci dərəcədən A üstü 6'ya. Düz dedim. Bu da A üstü dərəcə məxrəci yazılır, qüvvət sürəti yazılır. A üstü 8'də 6, 4'də 3. B variantı. İxtisar yaparsaq B variantı olmuş olacaq. Diqqətli olun, yaza bilərsiniz əslində. Köşkdə 5'in kvadratının, mənfi köşkdə 5'in kvadratından 5 çıxır. Mənfi köşkdə 3'dən çıx 3. Çünki tək dərəcədən olduğu kimi çıxar. Tək dərəcədən olduğu kimi çıxır uşaqlar. Vurulsun. Vuranda qüvvətçilər nə olur? Toplanılır. 3'də 1'dən 3'də 1 ilə mənfi köşkdə 7'ni toplayanda mənfi 3'də 6. Baba. Bu olur 2. Bu da olur 2 üstü mənfi 2. Yəni nə deməkdir bu? 2 üstü mənfi 2 4'də 1 demək deyilmi? Da bunu bilməlisiniz də mənfi görə tərsinə çevirdik, sonra kvadratə üstaddik. 4'də 1'in kökünə çıxdı 2'də 1. Cavab 1. Mən nə izah elədim? 7'yi baxıb 8'i izah. Nəsə də 8'i izah elədim. Olsa 7'də eyni şeydir. 9. 6'nı yazırıq uşaqlar. 6'nı yazıram 2 üstü 2'də 1 vur 3 üstü 2'də 1 kimi. Yaza bilərəmmi? Bəli. 4'ü yazıram 2'nin kvadratı, onun da üstü 4'də 3 kimi. Vurulsun 4'ü de yazıram 2'nin kvadratı, onun da üstü mənfi 4'də 1 kimi. Hamı gördüğünü yazdım. Bir fəsadləşdi. 2 üstü 2'də 1, 2 üstü 2'də 1 vur 3 üstü 2'də 1. Vurulsun 2 üstü 2'də 3. Vurulsun 2 üstü mənfi 2'də 1'ə. Bax, vuranda qüvvətçiləri qüvvəti qüvvəsini birbirine vururlar axı. Hamısını 2'ləri bir yerə yığmaq istəyirəm. Bura bax. Bununla bu gedir, yəni 1 qalır da. Bununla bu gedir axı. Qüvvət toplandı 2'də 1'ə mənfi 2'də 1 gedir axı. Getdi. Cavabını aldıq. 3 üstü 2'də 1, yəni köşkdə 3 vurulsun 2'nin kubu. Müəllim, niyə belə yazdın? Hamısı dərəcəsi 2'dir. Bilsin, dərəcə məxrəc dərəcə yazılır. Köşkdə 3 vurulsun, eyni köşkdən sala bilərəmmi? Bəli, 2'nin kubu da 8 eləyir. Köşkdə 24, köşkdə 24 də 2 köşkdə 6 deməkdir. Məncə bu dəqiq baxsaq biləcəksiniz. 11-ci sualda istənilən ədədin üstü, müsbət ədədin üstü 0 nə verir? 1 verir. Pi-ni tulla, pi üstü 0 1 verir. 3-cü dərəcədən 5. 4-cü dərəcədən 5. 25'i yazırıq 5'in kvadratı, onun da üstü 24'də 13'ə.
Müəllim, gəl bunu yazaq 12-ci dərəcədən 5-in kubu. Bunu yazaq 12-ci dərəcədən 5-in üstü 4'ə. Tamam mı? Tamam. Bunu yazıram. 2 ilə də 24 gedir. 5'in üstü 12'də 13'ə. Düzdürmü? Uşaqlar, yenə də eyni şeyi yazsam. Eyni baba eyni dərəcədən altı sanıram. 12-ci dərəcədən 5'in kubu böl 5'in üstü 4 yaza bilərəm də. Bunu da 12-ci dərəcədən 5'in üstü 13 kimi yaza bilərəmmi? Bunu. Bəli, yaza bilərəm. İndi mən hamısını eyni kökün altına salsam. 5 üstü 3 böl 5 üstü 4 vur 5 üstü 13. 5 üstü 13 ilə 5 üstü 4 gedir, 5 üstü 9 qalır. 5 üstü 9 ilə 5 üstü 3 5 üstü 12 verəcək. 12'lər də bir-birinə apardı. Nə çıxacaq? 5. Cavab B variantı. Sonra getdi 13'ə. Deyir A mənfidir. Diqqətli ol ha. A mənfidir. Uşaqlar, nəyin üstü 4'dən 6 verir? 2'nin. Fikir verin, 2 gəldi. A üstü 6'nın 4'ə bölünür. Neçə dəfə düşür? 6'nın 4'ə bölünür. Neçə dəfə düşür? Bir dəfə. Demək, bir dənə A çölə çıxartdıq. Modula. İçəridə qaldı A kvadratı. İçəridə qaldı A'nın kvadratı. B üstü 5. B'ni 5'i bölürəm 4'ə. Dərəcəyi bölürəm. Bir dəfə düşmür. Bir dənə B çıxır. İçəridə bir dənə B qalmır. Aferin. Qalığı içəri yazıram. Öyle mi? Mənfi 2AB olacaq. Niyə müəllim? Çünki bizim A'mız mənfiyyətdir. Bitdir, yetdi. Bu qədər. Əslində çətin bir şey deyil. 15'dədir. 2 vurulsun 3-cü dərəcədən. Bunu düz yol məşəsi çevirirəm. 27. 3 vurulsun 4-cü dərəcədən 81'də 1'ə. 2 vurulsun 3-cü dərəcə. Vurum da yazmıyor da. 2 vurulsun. Deməli, tək dərəcədən baxmırıq da. Ağına bozuna baxmırıq, yazırıq. Mənfi 2 çıxır 8'in kubu. 2'nin kubu 8 verir. 3'ün kubu 27 verir. 3 vurulsun. Nəyin üstü 4 81'də 1 verir? 3'də 1'in. Görürsünüz nə rahat. Tap. Mənfi 3. Tap. 1. Cavab mənfi 2. E variantı. 17-ci sual. Hansı bərabərliklər doğrudur? Uşaqlar baxın səsə görə nə deyirəm. 3-cü düzdür. Tək dərəcədəndir. Düzdür. 3-cüsü mənfi çıxır da. Düzdürmü? 3-cüsü milyon faiz düzdür. Ona görə B variantı ilə A variantı getdi. İndi bax, birinci ilə ikincinə baxırıq. Bir səhvdir. Çünki birdən kök çıxanlar dərəcə 4-dir. Maksimum 2 ilə 4 bir-birini aparır. Kökdə 2 plus kökdə 5 qalır. 2 plus kökdə 5 qalır. Yəni bir səhvdir. Bir səhvdirsə C getdi, B getdi, A getdi. İndi 2'yə baxaq. 2 düzdürmü? Bəli düzdür. Müəllim, tək dərəcədirsə olduğu kimi bir-birini aparanda çıxacaqlar. 2 və 3 cavab E variantı olmuş olacaq. Uşaqlar, qoşması da bir-birini fikir verin. Bax, toplamların yerini dəyişdikdə cəm dəyişmir. Dəyişdim yerini. Kökdə 3 çıx, kökdə 5 yazıram. A minus B plus B olur, olmur? Bəli müəllim. 3 çıx 5, mənfi 2. 5 üstü mənfi 2 də 25'də 1 olur mu? Olur. E variantı. Verin bizə. 21'də. 21-ci sualı. 2 vur kökdə 2. En kökün altına atdı. Bir də kökdə 2'də 1. Oy maşallah. Bu nə kimi yazırıq? Kökdə 2 kökdə 2. Bunu da yazıram 1 böl kökdə 2 kimi də. Bu kökü silib də biraz belə yazaq da. Biraz da şey yazaq. Belə bir şey yazaq. Bir də bunu biraz artıraq. Aha. Bərabərdir. Bilirsiniz də yuxarı qalxacaq. 2, 4 eləyəcək. 2 vur 2 olacaq. Elə bu qalxacaq yuxarıya bura. 4. Bu da 1 qalacaq burada. 4'dən kök 2 çıxacaq. Cavab 2. Mən də başa düşdünüz. Vuranda, əsasda eyni olanda qüvvət üstləri nə olur ay uşaqlar? Toplanılır. Olur 5n plus 3. Məxrəcə də mənfi 7 1 plus 5n. Qəşəng mi? Bölmə zamanı nə olur ay uşaqlar? Bölmə zamanında qüvvət üstləri çıxılır. Bundan bunu çıxırsan. Çıxanda 2 olur mu? Bəli, olacaq 49. Çox qəşəng misal. 25'də. A da müsbət, B də müsbət. Hansı doğru deyil deyir. Öyle o variantı.
çıxma və toplama zamanı ayıra bilmirik. Yox, ayıra köşən yazılır. Ayıb deyil. Şurada belə yaza bilməzik. Qalan hamısı düzdür. 27-də ən çox uşaqların qorxduğu misal tipi A-nın kvadratı. Uşaqlar köşdə A var ha. Köşdə A-nı A üstü 2-də 1 kimi yaza bilərəm. Bəli. Vurulsundur bu. A üstü mənfi 1,3-də mənfi 2-də 3 kimi yazaq da ələt. Görək başına nə gələcək. 5-ci dərəcədən sürətli olur. A üstü 2,5 toplanılır axı. Bölünsün. Gəldi, dağını qurtuq yeri. Tamam. A üstü mənfi 2-də 3-ə. Aşağılar. Mən surəti A-nın üstü surətdə 2,5, məxrəcdə 5 göstərmək istəyir. Göstərə bilərəm mi? Bəli, dərəcə həmişə məxrəcə yazılır. A üstü mənfi 2-də 3-ə. Bölmə zamanı qüvvətçilər nə olur? Çıxılır. Yəni A-nın üstü. Bu nə verir bizə? 0,5 vermir. A-nın üstü 0,5 çıxılsın bu. Bunun qüvvəti. Çıxılma plus olacaq. 1,5. 3'ü 2'ye bölünür 1 Niye müəllim? Niye toplama oldu? Baxın 2 mənfi toqquşanda müsbət verir. A-nın kvadratını. Gör nə qəşəng bir şey aldı. Bəli cavab D variantı eləmiş. Oldu. Gələk, faizsiz sadələşdirir. 4-cü dərəcədən 4'ü. Müəllim, bunu 2'nin kvadratı kimi yazaram. Bəli. 6 dərəcədən 8'i. 2'nin kubu kimi yazaram. Bəli. 8'də 2'nin üstü 4 kimi yaza bilərəm. Yenə bəli. Bundan bu gedir kökdə 2. Bundan bu gedir kökdə 2. Bundan bu gedir kökdə 2. Cavab kökdə 2 D variantı. Bundan bu gedir. Mənası yoxdur. Mənası yoxdur. Düz dərəcəyə baxın. Təksirə baxmayın. Qəti şəkildə. B variantı. 6-cı dərəcədən mənfi 27 alırsınız. Burada düz dərəcədən mənfi ola bilməz. B variantı səhvdir. 33-cü sualda uşaqlar. 5,3 vurulsun A üstü 7 vurulsun mənfi B üstü mənfi 13 vurulsun qalanı burada yazıram. 53'də 10 baba. A üstü mənfi 6 B üstü 12. Qüvvəti üstəlidir. Başqa şey eləmədik ki. Bax şu an 5,3'dən bu bir-birinin tərsləri. Tərslərdən hansı nə verir? 1 verir. Bunlar getdilər. A üstü 7'ni A üstü mənfi 6'ya vuranda qüvvət üstü toplanılır. Bir dənə A. Vurulsun. Şu an mənfi B üstü mənfi 13. Olmadı bu nə deməkdir? Bu nə demək deyirəm sizə. Birisi belə yaza bilərsiniz. Mənfi A vurulsun. 1 bölünsün mənfi B üstü 13 yaza bilərik. Daha tərsinə çevirdik mənfi görə. Vurulsun B üstü 12. Müəllim. Axı təkli qüvvəti. Təkli sonda mənfini qabağa atıb da belə bir şey yaza bilərik. Düzdür B üstü 13, B üstü 12. Baxır bax. 12 ilə də 13 gedir. Bir dənə B-imiz qalır. Mənfi A bölü B cavab C variantı eləmiş olacaq. 35-ci sualda. 3-cü dərəcədə, 4-cü dərəcədən 81'in kubu. Baba. Vurulsun 3 üstü mənfi 2. Bu misallar mənim işte atımlar da. 27'ni yazırıq 3'ün kubu kimi. Mənfi 1,3'də 1 yazırıq. Mənfi 3'də 4 kimi. Bu ancaq sadələşmə yolu budur. Bu 81. Çıxılsın. Sonra bu 1'dir. 16'nın kvadratı olmasında nə olur olsun? Qüvvəti 0'dırsa deməli 1'dir. Cavab 1. Üstəyənsi 0'dan %8'i 0'dan onda 2'nin kubu kimi yazırıq. %8'dir. Onda üstü mənfi 3'də 1 kimi. Getdik sadələşdirməyə. Uşaqlar baxın. 81'i yazıram. 3 üstü 4. Onda kubu kimi. Vurulsun 3 üstü mənfi 2. Bu vuranda bunlar gedəcək. 3 üstü mənfi 4. Vur 81. Çıx 1. Çıx 1 budur. Üstə yazsın bunlar gedəcək. 0,2 üstü mənfi 1'ə. Yavaş-yavaş baxacaqsınız, başa düşəcəksiniz. Bu 4'lər gedir, 3'ün kubu qalır. Düz dedim. Daha doğrusu. No. Zaten 3'ün kubuda da çok şey yoxdur da 27. 3'ün kubu edir 27. Vur. 3 üstü mənfi 2 nə deməkdir? Şöyle 3 üstü mənfi 2 9'da 1 demək deyil. Bəli. 3 üstü mənfi 4 81'də 1 deməkdir. 81'də 1 də 81'ə vuranda o da 1. Çıx 1. Sonra bir də axırda nə idi? Üstəyə 0,2 üstü mənfi 5'də 1 deməkdir. 5'də 1 üstü mənfi 1 5'dir uşaqlar. Tərsini çevirdik də.
Bu 3 verdi. Çıx 1, çıx 1, üstə gəl 5, cavab 6. Eyvallah. Oo, səhv eləmədik, düzəldik. Deməli uşaqlar, bəs müəllim bu 36 və 37-də əgər x-imiz 0 ilə 1 arasındadırsa, ən böyüsü hansıdır? Ən böyüsü hansıdır? X. Dərəcə artdıqca, məsələn 0,5-in özü böyüdü, yoxsa 0,5-in kvadratı böyüdü? Bu olur 0,5, bu da olur 0,25. Hansı daha böyüdü? Əlbəttə ki, böyüdü də. Qüvvət artdıqca 0 ilə 1 arasında azalır. Ən kiçiyi, elə bil, ən kiçiyi nədir? Qüvvət böyük olan ən kiçik olur. X ən böyüdü də, belə deyim sizə. X-imiz ən böyüdür. Ən böyük 37 isə ən böyük ədədir. Əgər ədədimiz 0 ilə 1 arasında yerləşirsə, uşaqlar 37-də. 0 ilə 1 arasında yerləşirsə, baba, çox diqqətsiz olun. Sürəti balaca olan böyük olur. Bax, məsələn, cavaba deyirəm, baxar kimi D variantı. Sürəti balaca olan 7-də 1, ən balacadır, düzdür, böyük olur. Tamam, bunu da bilmiş olduq, ən böyük soruşduğuna görə. 39-cu sualda. 4'də 1, 4'də 1. Bax, 4-cü dərəcədən 4'də 1. A bərabərdir. B bərabərdir 3. 3-cü dərəcədən 3'də 1. C də bərabərdir 4-cü dərəcədən 4'də 1. Vur 3-cü dərəcədən 3'də 1'ə. Müəllim, bunu 12-də, hamısını 12 gətirək də. 12-ci dərəcədən 64'də 1. Kuba üstadıyla. 81'də 1. Üstü qüvvəti 4 tapıraq, 4'ə vuruq. Bunu da yazıram uşaqlar. Bax. Bunu da yazıram 12-ci dərəcədən 64'də 1 vur 81'də 1. Hamısını 12 gətirdik, düzdür. Dərəcələr bərabərləşdirə görə bunları köşkləri tullaya bilərəm rahatçılıqla. İndi müqayisə edirəm. 64'də 1, 81'də 1. Bir də bunların hasili. Hansı daha azdan çoxa doğru deyil. Əlbəttə C ən kiçikdir. Sonra B-dir, sonra A-da. Sürətlər bərabər olanda məxrəcə baxılır. Məxrəcə kiçik olan böyük, böyük olan kiçik olur. C-B-A. C-B-A. Cavab C variantı. 41-ci sualda. A mənfidirsə 2 modulda A modulda A. Tək dərəcədən olduğu kimi çıxır. A mənfidirsə mənfi 2 A kimi açırıq. Üstə elək A. Çünki qabaqda mənfi var deyə 2 mənfi müsbət verəcək. Cavab 0. 43-cü sualda. Ədədlərin müqayisə edin. Dərəcələri bərabərləşdirək. Uşaqlar, 5, 3, 15-lər çox tapılıq. 15 edir. 15 dərəcədən 6-nın kubu. B olur. 15 dərəcədən 3 üstü 5, 243. Bir dəfəni yazdım. C ilə 15 dərəcədən 250. Ən böyük hansıdır? Müəllim, bu neçə verir? Bu 216 verir. Ən kiçikdir. A ən kiçikdir. Sonra B'dir. Sonra da C'dir. A, B, C. ABC var. D variantı. Burada dərəcələr 45'də dərəcələri bərabərləşdiririk. 6-cı dərəcədən 2'nin kvadratı. 6-cı dərəcədən A. 6-cı dərəcədən 3'ün kvadratı. 3'ün kubu üzrə istəyirəm. 3'ün kubu. 6-cı dərəcədən 4. 6-cı dərəcədən A. 6-cı dərəcədən 27. Çox da dərəcəyə bərabərləşdirmək heç nə eləmədim. 4, 27 arası ədədlər. C variantı. 47'də 2 plus kökdə 7 plus 4 kökdə 3'ə. Üzərinə 7 minus kökdə 3. Uşaqlar, bu var ha. Bu ən canan yeri bax buradır. Buradan nə edirsiniz? 2 plus. Bax bu var ha. Dövlətimizdə verdiyi burada bunun içində 2 var. Bu belədir. 2 plus kökdə 3 çıxır. Uşaqlar, bundan kök. 2 plus kökdə 3'ün kvadratının açılışıdır bu. Bunu müəllim necə əzbərləyir? Bu görmə misalıdır. Görmə. Yani 2 plus kökdə 3'ün kvadratına açanda 7 plus 4 kökdə 3 verir. Tamam mı? İçsə kökün. Kökün biri getdi. Üzərinə 7 minus kökdə 3'ə. Nə aldıq? Aldıq 4 plus kökdə 3. Üzərinə 7 minus kökdə 3. Görün, necə sadələşdirəcəyik. 2'yə vurub 2'yə bölürəm uşaqlar. 8 plus 2 kökdə 3 böl 2. Üzərdim bunu mən. Nə səhv eləmədim.
İfadəsinin qiyməti tap göz. İki köç diye demişim. Ben bunu estağfurullah. Bu vur diye estağfurullah. Boş yere bakmış olacaksın. Üzülü sayın. 7 plus 4 kök altdan 3'tü. Neyse o sonra yazarım. Bu ne düşalı? Ne oldu bu? Bu oldu 2 plus köşte 3'ün açılışı. Bu da olur 4 plus 2 köşte 3. Bu ne açılışıdır? Köşte 3 plus 1'in kvadratının açılışıdır. Kvadratının açılışıdır. Bu köşklə bu bir-birini aparır. Köşte 3 plus 1 kalır. Çöldə ne vardı? 7 çıx köşte 3. Köşte 3'lər getdi. Cavab 8 olmuş oldu. O 49 yeni soldu deyəsən. Gördük nə verəcək bizə. Uşaqlar 3 üstü 6'da 1'i surətdən çölə çıxardıram. Qalır. 3 üstü 3 plus 1. Niye müəllim? Bunu buna vuranda 2'də 1 olur olmur. 6'da 1 vuranda 2'də 1 olur olmur. Bəli olur. Məxrəcə də 3 üstü. Diyor da belə eləyək də. Surətdən 3 üstü 2'də 1'i çölə çıxardaq. 1 plus 3 üstü 3'də 1 yazaq da. Onsuz da vuranda eyni surət eyni şey olur. Məxrəci olmaq üçün elədim. Gedirmi məxrəcdən surət? Gedir. Qaldı 3 üstü 2'də 1. Baba. Vurulsun. Çıxılsın 1 də var əvvəl. Çıxılsın 1. Vurulsun 3 üstü 6'da 1 plus 1. Çıxılsın 3 üstü 3'də 1. Görün nə olacaq da. Mən vurub atsam. Heç nə eləməyəcəm, vurub atsam. Bunu buna vuranda 3 üstü 3'də 1. Yox. Səhv deyilməyəcək. 3 üstü 12'də 1 eləyirəm. Yox, vuranda qüvvəsi toplanılır. Ne danışıram? Düz deyirəm də. Səhv yazmışam misal. Deyəsən 3 üstü 6'da 1 çölə çıxartmalıyam da. 3 üstü 6'da 1 çölə çıxardanda 3 üstü 3 bir dəqiqə olur. Görün mən çölə nəyə çıxarsam daha yaxşı olar burada. 100% surətə məxrəc yəqin ki heç nə eləmirəm. Heç nə eləmirəm. Bu var ikinci mötərizəni. Vurub açıram. Birinci mötərizəni vurub açıram. Vuranda yəni getmir. Yox, elə bilim gedir. Sevinmişdim ki gedəcək. Arkadaş mən nəyi görmürəm? Surətdən nəyisə çölə çıxartmaq lazım. Nəyi çölə çıxardım? 3 üstü 2'də 3 üstü 6'da 1 çölə çıxartdım. 3 üstü 6'da 1 yerine 1 kaldı. 3 üstü 6'da 1'in nəyə vuranda, 3 üstü neçəyə vuranda qüvvəsi toplanılır da. Altda 1'i nəyi toplayanda 2'də 1 verir. Altda 2'ni. Yəni 3'də 1'i də. Aslında düz eləmişəm deyil. Düz eləmişəm deyil. Altda 1, 3'də 1'in qüvvəsi toplayanda altda 2, düz yapmışım. Ben nəyi sildim bunu? Bax niyə sildim? Çox maraqlıdır. Bununla bu gedir. 3 üstü 6'da 1 çıx 1. 3 üstü 6'da 1 plus 1 də ikinci mötərizə. A minus B, A plus B. Birincinin kvadratı 3 üstü 6'da 2 çıx 1. Bu da 3 üstü 3'də 1 deməkdir. 3 üstü 3'də 1 çıx 1. Axırda 3 üstü 3'də 1 var. Çox qəşəng misaldır. Mənfi 1 C var idi. Diqqətlə baxarsanız götürəcəksiniz. Mənası olmaz uşaqlar. A kvadratı çıx 7A çıx 8 böyükdür 0'dan. Normalda böyük bərabərcə olmalıdır. Amma mənfi olub məxrəcə düşdüyünə görə böyük 0 götürülür. Diqqətli olun ha. Mənfi 6'da 1 olmasaydı, 6'da 1 olsaydı böyük bərabər yazacaqdıq. Diqqətli olun. Bax sözümü dedim ha. Cəmiyyəti hasil mənfi 8. 8 və mənfi 1. Mənfi sonsuzluqdan mənfi 1'ə birləşir 8'dən müsbət sonsuzluğa. Cavab 9. Natural etdiyi üçün 9. 51'də. 53'də. Müəllim A minus 3 çıxacaq. Buna ehtiyac yoxdur. Modula ehtiyac yoxdur. 2A minus 1 çıxacaq. Axırıncısın modulda çıxardıram. Amma bir şey bilirəm ki, bu 2 kökaltına ait deyil. Bu 2 kökaltına ait deyil. O yüzden mənim A'm 2'dən kiçik olmalıdır ki, mənası olsun. A 2'dən böyük olsa kökaltı mənfi olacaq, ola bilməz.
A2'dən kiçik olmalıdır. Diqqətli olun. A2'dən kiçik olmalıdır 3-cü modula görə. Köçaltına görə. A2'dən kiçiksə bu 3000 sağ kimi, bu tək dərəcədən olduğu kimi olur. A2'dən kiçiksə bu da olduğu kimi açılacaq. Mənfi A, mənfi A, 2 A getdi, getdilər. Cavab 4 aldım. Mən cavabı 4 aldım. İnşallah səhv eləməsəm düz aldım. Bu getdi. 55. 19'u nə yazırıq müəllim? 19 yazırıq köşdə 15 çıx 2'nin kvadratı kimi. Bəh, bəh, bəh. Görün düz verəcək, verəcək. İkinci nə yazırıq? Köşdə 15 plus 2'nin kvadratı kimi yazırıq. Bu olur köşdə 15 çıx 2. Bu olur köşdə 15 plus 2. Həndəsi ortasını istəyir. Fikir verin. Yəni bunu buna vurdu. Həndəsi orta demək. Bunları da kök altını yazırıq sadələşdirdikdən sonra. Köşdə 15 çıx 2'ni vururuq. Köşdə 15 plus 2'ye. Bu da olur. Allah xeyir eləsin. Bu da olur 15 çıx 4 11'e. Köşdə 11. İnşallah səhv hesabımı aparmadıq. Köşdə 11 olmuş. Olacaq 16 bir 15 240 240 361'dən düz yazdıq. Heç səhv yazma eləmədik. Düppədüz də yazdıq. Köşdə 11 olar. Çünki köşdə 11 olar. Məncə köşdə 11 olar. Ha, düz tapmışım. Bir-birinə vuranda. Həndəsi orta demək, köşə altını bir-birinə vurmaq deməkdir. 57. Düz dedim. Bəli. 57. Demək dərəcələrini bərabərləşdiririk onlar. Bu bir dəfə yazıram. 4-cü dərəcədən 125 var. Onu yazıram. 13-cü dərəcədən 125'i yazmışdım 5'in kubu kimi. Onda kubu vur 25. Bir dəfə ilə kuba üstlatdım da dərəcə olduğu gibi. 13-cü dərəcədən 25'i yazıram. Heç yazmıram. Taşacaq sizi. 4-cü dərəcədən 5'in kubu vurulsun. 3-cü dərəcədən 25. Belə yazıram, saxlayıram. Bölünsün. 6-cı dərəcədən 5'in kvadratı vur 5'in kubu vur köçdə 5. Dərəcələri bərabərləşmə ehtiyac var. Var. 12-ci dərəcədən yuxarı olacaq 5 üstü 9 vur 25. Kuba yükselttim de 3'e vurdum bak yukarıda. Aşağıda 2'ye vururum. 2'ye vurduğumda 5 üstü 4 5 üstü 6 5. Aşağıdan da 2'ye vurduk. 12. dereceden 1. Bunlar hamısı gedir bir-birinə aparır 1. 59-cu sualda da məxrəci bir-birinə vuraq görə nə olacaq? Məxrəci vuraq bir-birinə. Vuraq. Vurmayaq. 6-cı dərəcədən 4 minus köşdə 15 olduğu kimi saxlayaq. Məxrədəki 4 minus köşdə 15'i də olduğu kimi saxlayaq. Vurulsun. Bunu 6-cı dərəcədən 4 plus köşdə 15'i nəyi kimi saxlayaq? Kvadratı kimi baxaq. Çünki evcə nə verir də? Hər cür evcə nə verir də bu? Görək. Tamam. Bərabərdir. Sürət olduğu kimi qalsın. 4 minus köşdə 15. Məxrəcdə də bunun kvadratını tapaq. Bax, birincinə dəymədi. İkincinə 6-cı dərəcədən 16. Dün verir o bizə. No. Yo. Daha asan diyor. Ağlıma geldi, gözlüyün. Sürətə dəymirik. Minusu ilə işləyir. Niyə plusla işləyirik ki? Bunu 4 minus köçdə 15'in kubu kimi yazıram. Bax, 2-ci dərəcədən idi. Vurulsun 3-cü dərəcədən 4 plus köçdə 15. Uşaqlar. Bunun biri gedib. İkisi qalmır. 100%. Bax, gözəlliyə baxın insanda. Sürət getdi, qaldı 1. 2 ilə də bu 6 gedir. 3-cü dərəcədən 4 minus köçdə 15. Vurulsun 3-cü dərəcədən 4 plus köçdə 15. Dərəcəyə bərabərdir axı. 3-cü dərəcədən A minus B, A plus B. 1. Yenə də 1. Nə qəşəng misallardır. Adamı ləzzət edir. 61. Bəli, A-nın hər bir qiymətdə mənası var. Nə olur olsun? A-nın əsəniyyəti doğrudur. Yalnız A sıfırın doğrudur. 1'ə uyğun gəlir. A çıxmalıdır. Mənfi A çıxırsa 1'ə B variantı uyğun gəlir. Niyə müəllim?
Çünki tək dərəcədən özü çıxmalıdır. A çıxmalıdır. Mənfi A çıxsa deməli yalnız A-nın 0 qiyməti ödəyə bilər. Nə mənfi nə müsbət qiyməti ödəyə bilməz. Tərsinə çıxıb. Tək dərəcədən özü çıxmalıdır. Amma tərəkkisini açmışıq. Bir də B variantı. 2-də. Uşaqlar tək dərəcədən özü çıxıb hər qiymətdə. İşte 2A. Bax belə 2A 3-də. 3-də mənfi A çıxıbsa deməli A-mız 100% ədədmiş, mənfi ədədmiş və 0'mış. Cavabda 3-də D variantı. Bitti. 63'də baxaq. X bölü Y bölü nə bilim dərəcəyə bərabər şəkildə 14-cü dərəcədən 2 üstü 7 yazıram. Birincini 14-cü dərəcədən 7'nin kvadratı yazıram. Bu hara bu hara. Əlbəttə ki X-dən böyük olacaq. Birə A variantı deyə uyğun gəlir. Hələki də hələki. D variantı bərabər olacaq. 3'ə D variantı uyğun gəlir. Özünüz də baxın. Dərəcəyə bərabər işlərində baxın. Düz dedim. Yox. X-dən kiçik olacaq. X-dən kiçik olacaq. Səhv yazdım üçüncüsünü. Bir dəqiqə. 2'yə uyğun gələcək D variantı. 4'dən 5. 12-ci dərəcədən 125. 81. Y variantında X-dən böyük olacaq. Y variantı dərəcələri 12 gətirin. Dərəcələri 12 gətirin. Sonra 1'ə A'yı, 1'ə baxmırıq da, 2'yə. 5 dərəcədən 3, 3 dərəcədən 5. 15'ə etsək, 27, 15'ə etsək, X-dən kiçik olacaq. 2'yə C-də uyğun gəlir, onda 3'ə də bir dənə B qalır da. Doğru getdi, bu da belə. Sonra buna da baxaq. Uşaqlar, birincində mənası olması üçün mənfi ədədin kəsr üssü qüvvətinə baxılmır. Önce müsbətə baxmalıyıq. Müsbət bir də 0'a. A plus 2 böyük bərabərdir 0'dan. A da böyük bərabərdir mənfi 2'dən. Mənfi 2'dən böyük. Birə A da uyğun gəlir. Y də uyğun gəlir. Getdi 2'yə. İkincində isə böyükdür 0'dan. Məxrəcə düşüb baxın. Mənfi 5'də 1'dir. Məxrəc 0 olmaz axı. Mənfi 2'dən böyük. 3'ə D variantı uyğun gəlir. C də uyğun gəlir. Baba. C də uyğun gəlir, D də uyğun gəlir. Niyə müəllim? Mənfi 2'dən böyük. Mənfi 2 aid deyil ona görə. 3'ə də nə uyğun gəlir? Nə qaldı 3'ə? 3'ə də B baxmırıq da. 3'ə də B variantı uyğun gəlir. 67'də deməli 5'lər bir-birini aparır. Birində köşdə 7 çıxır 3. Köşdə 7-dən 2,4 neçə çıxır? 6 çıxsın. Mənfi 0,4, mənfi 1 tam hissəsi olur. Bir A variantı yadda saxlayın. Ədədimiz A'nın tam hissəsi 1'dir. Yox. Ədədimiz mənfi 0,4'dir. B'də uyğun gəlir. Mənfi 1 ilə 0 arasındadır. Mənfi 1 ilə 0 arasındadır. 2'də köşdə 3 minus köşdə 7 olacaq. Niyə? Çünki cüt dərəcədəndir. Birinci böyük çıxmalıdır. Bu da 0,0 ilə 1 arası olmalıdır. 0 ilə 1 arası ədədimiz C variantı. Tam hissəsi də 0'dır. Yoxdur. 3'də şöyle köşdə 7'ni çölə çıxartsam 1 plus köşdə 5 qalmayacaq orada. Bu da 2 köşdə 7'dir. Düz demirəm. Bunlar getdi. 1 plus köşdə 5 demiş. Köşdə 5 2,2'dir. Bölsün 2. 3,2. 5 köşdə 5'in 2,2 çıxdı. 1,6. 1,6 1 2 arası. 3'də də Y variantı. Hansı qaldı bir dənə? D. A'nın tam hissəsi 1'dir. D də uyğun gəlir. D də 3'ə D ilə Y uyğun gəlir. Bu da belə. Ay maşallah. Deməli 69'a da baxırıq və çıxıb gedirik. A minus B çıxır. 2B çıxır. Modul A çıxır. B A'mız müsbət ədəddir. Olduğu kimi açılacaq. Olduğu kimi mənfi 3B. C variantı. 1'ə C. Sonra ikincində A minus B. 2B. A. Hamısı geçsin. Niye 2B için? 2 modullu B. Düz dərəcə modulda çıxır. A minus B plus 2B çıx A. Niyə müəllim? B'miz mənfi ədəddir. Onun üçün qabağındakı mənfini müsbət verəcək. A'lar getdi B. 2'yə D variantı. Üçüncündə A minus B çıxacaq. Çünki altılar yapılacaq. Birinci böyük çıxacaq. A minus B çıxılsın 2A. Çünki 5-ci dərəcədəndir. 8 dərəcədəndir. Çıxılsın 2 modul B'yə. A minus B minus 2A plus 2B olacaq. Mənfi A plus B və ya B minus A cavab Y variantı.
C də Y variantı. Bu qədər ikinci bölmədən də sağ olun.